Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Rəqsanə canlı yayım zamanı yeni nəsil müğənnilərlə bağlı sərt fikirlər səsləndirib. O, bəzi ifaçıların sənətdə yetərincə peşəkar olmadığını bildirib. Rəqsanənin bu açıqlamaları izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik. Arıq olun və doktorum Pərvanə xanıma çox təşəkkür edirəm. Ona görə də cavanlığıma qayıtdığımda mən həmişə arıq olmuşam. Yerə çox arıqlamışsınız. Hal-hazırda 52 kiloyam. Dostlar, yorğun görsənlər də düşünün, bir 5 saat yol gəlmişik, bir 2 saatda dayanmışıq orada səhnənin hazırlıqlarına, birbaşa özü. Və ilk dəfədir ki, bizimlə bərabər Fazil müəllim də gəlib. Dedi ki, tək qoya bilmərəm Rəqsanə xanımı bu məsuliyyətində. Ülviyə Namazova qoşulub bu dəqiqə bizim canlı yayımıza. Salamlayırıq. Və Camal bəy, nə sürprizlər gözləyir? Bizi nə gözləyir bugün? Biz burada, deməli bizim konsertimizdə mən düşünürəm ki, deməli bizim axırıncı Qubada maşallah çox adam var idi Qubada da. Bəli. Amma Qubalılar bizə dedilər ki, Quba sakinləri. Dedilər ki, hə, burada adam olmayacaq. Amma valla mən çox təşəkkür edirəm. Allah razı olsun. Həqiqətən də 10 minə yaxın adam var idi orada da. Rəqsanədən bir daha sual vermək istəyirəm. Heç o sualı sizə verməmişəm. Bəlkə də bəsit sual görünə bilər. Amma məşhur olmaq üçün bizim xanım ifaçılar nə etməlidirlər? Bax, çünki baxırıq, çox ifaçılar var ki, səhnə ilə səs alırlar, yəni o gündəlik həyatı və yaxud da süni intellekt belə deyək də, artıq musiqiyə də təsir elərdi. Çünki səs ehtiyacı yoxdur. Kompüterlə səsi dəyişirlər. Yəni, müğənni olmaq niyə bu qədər asanlaşdı ki? Amma mən bir söz deyim. Bu günlərin bu televiziyalarda yaranan bu problemlər var, bu qadağalar. Bu qadağalar bu günlərin bilirsiniz nəyə üzə çıxardacaq? Çox qəşəng olumsuz yazılar. Bilirsiniz nələr ortaya çıxardacaq? Nə kimlər qaldı, kimlər getdi. O süzgəc deyirlər, həmişə elin gözün tərəzidə. Aysa, bax bu günlərin o mütləq şəkildə biz bunu görəcəyik və görürük. 70 yaşlı xanım yazır ki, mənim 70 yaşım var, sizi çox sevirəm Rəqsanə xanım. Çox sağ olun. Buradan salamlayaq onu. Allah razı olsun. Mütəllimova, Elmira Talıbov. Buradan bütün tamaşaçılarımı salamlayıram. 50 kiloqram deyirlər, çox azdır. 52 2-yəm, amma qarşıda o çəkimdə verəcəm. Siz bəlkə də belə deyirsiniz, dostlar, bəlkə də belə istəyirsiniz, amma məni kök görür. Mən prosto bilirsiniz, kompleks yaranır məndə. Mən kök olmaq sevmirəm. Belə də daha rahatam, mən daha yaxşıdır. Çox belə yüngül, rahatam. Amma sualıma cavab yazmadınız. Niyə görə sənət bu qədər adiləşdi, yəni? Hər kəs müğənni olmaq istəyir. Məsələn, mən Azərbaycan Dövlət Televiziyasından səhnəyə gəlmişəm. Mən olanda da bir dövlət televiziyası kanalımız var idi. Mən Muradla bayaq biz bir maşına gələndə, Kərim də bizimlə idi. Elə o söhbəti elədim ki, yadıma gəlir, yeni ilin ilk günündə çıxmışdınız efirə. Yanvarın 1-i idi. Ya 2002-ci il idi, ya 2002. 2002 bu yadımdadır. 2002-dən 2003-ə keçəndə. Aha, belə düz deyəcəm. Amma bu günlərin bu şeylərin olması, bu günlərin məsələn, bu TikTok, Instagram, bunlar daha da bizim sənətimizi biraz ucuzlaşdırdı. Nə mənada? Çünki bu günlərim düzdür. Müğənnilik sənəti çox asan olubdur və kim istəsə, öpürük, Allah rəhmət eləsin. Aybəniz xanım, bizim dəyərli. Mən Tahir bəyin oxumuşam ki, heç küsməyin yeridirmi? Hamı küsənlər barışır, hamı küsənlər barışır. Heç küsməyin yeridirmi? Yar, heç küsməyin yeridirmi? Dostlar yazdılar. Akşam düşür, şər qarışır, sahil bağı aşıb daşır, hamı küsənlər barışır. Heç küsməyin yeridirmi? Heç küsməyin yeridirmi?
hamı küsənlər barışın. Yar heç küsməyin yeridirmi? Gör nə gözəl bəstələr yazır Tahir bəy. Allah qəni-qəni rəhmət eləsin. Çox gözəl bəstəkarımız olubdu. Naxçıvanlılar izdiham edir canlıda. Öpürəm sizi, Naxçıvanlılar izdiham. gələcəm, sentyabrda gözləyir. Şahin dört gözdən gözləyir Naxçıvanlılar. Rəqsan xanım mənə söz verib ki, səni bu dəfə bir həftəlik göndərəcəm Naxçıvana. Amma Rəqsan xanım bir də etiraf edə bilərəm də. Çox peşman oldum Ordubada getməməyimə. Hə, gördün? Mənim gülüm orada çox gözəl bizə qonaqlıq verdi. Çox peşman oldum.